Əjdər bəy, dünən Təhlükəsizlik Şurasının iclası keçirildi Azərbaycanda və İranın Naxçıvana dron atması, məktəbin hədəf götürülməsi, hava limanının hədəf götürülməsi məsələləri müzakirə edildi. Prezident İlham Əliyev çox kəskin danışdı. Biz xatırlayırıq, ondan bir gün öncə Prezident İlham Əliyev İran Böyükelçiliyinə gedəndə Güneyin bir sıra fəalları bunu bir qədər etirazla, yəni bir qədər açıq desək, qınaqla qarşıladılar və bu qədər Azərbaycana düşmənçilik etmiş bir rejimə niyə başsağlığı verir bizim prezidentimiz, hətta ifadələri də səsləndi. Amma aydındır ki, dövlət ağlı başqa bir addımları da gərəkdirir zamanında və İlham Əliyev əslində dünən çıxışında bu addımları niyə atdığını kifayət qədər açıq mətnlə dedi və İranın da cavabını verdi. Bax, dünən yaranan situasiyaya sizin baxışınız necədir? Güney Milli Hərəkatının, eyni zamanda Koordinasiya Şurasının Azərbaycan Prezidentinə bir müraciəti olmuşdu. O müraciətin hansısa cavabını dünən Cənab Prezidentin çıxışında eşitdinizmi? Buyurun. Teşekkür ederim hanım. Bilirsiniz ne var? Zaman zaman olur ki bizim öz devletimizden bir tenkidimiz olur. Devletimizden yani Türkiye'den de Türkiye'den ama bu mənə gətirməz ki biz Türkiye Cumhuriyeti devletinden, Azerbaycan devletinden bir süzgünlük biz Əbülfəz Elçi bəy deyəndə, Məhəmməd Əmin bəy Rəsulzadə deyəndə həyatlarına baxın. Deyən Elçi bəy deyir, mən belə kiminlə ətimi ayırsalar Türkiye'den küsməm. Mustafa Məhəmməd Əmin də bağışlayın. Demək ki, Məhəmməd Əmin bəy Rəsulzadə bugün anın günüdür. Şaka adam değildi. Demək ki, Türk dünyasında ondan sonra belə bu bölgədə Cumhuriyet getiren adam başla Türkiye'den gedəndə məktub yazdı, ağlayarkən gedirik Bakıya qayıtdı. Her zaman Türkiye dəstəyi oldu, Türkiye dövləti. Və bu gündə bizim dövlətlərimiz nədəndir? Ben bunu əvvəl söyleyeyim. Bir hem Naxçıvanı vurursunuz, hem Türkiye'ye eyni zamanda füze fırladırsınız. Qamışlıya, Hataya ve o birisi o güçlü füzəni ki atıbsınız, o supersonik, onu NATO'ya indirdi. Türkiye'de patlamadı, ondan sonra yaxşı oldu, patlamadı. Ve bizim demək ki, Cozuqların məktəbinin yanına füzəni fırladırsınız. Bir yandan da İsrail geldi, Cozuqların məktəbini vurdu. Bir yandan demək ki, gəlib bizim demək ki, ötürürsünüz füzəni və sığırsınız. Ay Cəmət Genəlqurmay Başkanlığı deyir, yox, bizdən deyir, siz yalancısınız. Sizin o yandan demək ki, o inqilab keşikçiləri, köhnə bolşeviklər, belə söz deyək, sizə bəyanat verir, biz burası yox. Bakı Ceyhanı da burası yox, gəlmir. Gəlmir. Onda görəcəksən ki, o dəmir günbəzin əsasları nədir, işi nədir, yavelinlər nədir, Azərbaycan nə göstərər sənə. Olmasın belə kiçik gəlir istiradıza. Elə diyorum, sizin o mühasibələriniz yanlışdır. Necə ki, Amerika haqqında yanlış adılır. Prezident demək ki, birinci adam oldu ki, bəyanatla çıxış elədi, baş sağlığı verdi, yaxşı, indi bir protokol var. Bizdə deyirik ki, yaxşı, o prezidentdir, bilir bunlar nə qədər yırtıcıdırlar, nə qədər bunlar Azərbaycanda bəzi qulağı tühlülərə inanırlar, Hüseyni Yun, Fatimi Yun özü də yığıb gətirirlər, hər yandan soxublar Azərbaycana, Hüseyin, Əli deyərək və bu sənələr içində nə qədər milli ruha, milli təfəkkürə, milli şuura, nə qədər bunlar zərbələr endirirlər, onların mətbuatı da çınlıq ata siyasətçilərə. Azərbaycanın kuzeyində milli şuuru söndürdük, millətçiliyi söndürdük, bütün o Azərbaycan idealını öldürdük. Belə fikirlərdən çıxış edirlər. Yox, bu Azərbaycandır. Azərbaycan dövlət başçısı da görmüş ki, siz bilənə kimin bu ermənini dəstəkləyirsiniz. Amma bizi o Paşinyan da azad elədik. Azadcasına boşanır, sokaklardan indi keyf çəkir həyatda. Basılmış, sınmış bir ülkenin baş naziri kimin Genelkurmay ne bileyim, Ali Başkan damanı kimi azad yaşayır. Biz Paşinyan belə görməmişdik. Ona göre de bu günləri demək ki, beləncə bir durumda, bu günləri bu erməni zadı qutardı da. Ay çıxırdınız ona istafqa edirsiniz, erməni, Rus gələcəkdir. Putin də susub öz yerində qalın. Oradan bəzi vaxtlar haydi bu xanımın adıyla, nə bir o birisi gələnin adıyla bir laflar atırlar və gəlmişlər. 6 gün bundan qabaq, bir həftə bundan qabaq körfəzli idilər. Ayla kişiyle orada manevrə keçirdəcək. Hani getdiniz, orada olur mu gəmilərdə nə vardısa
Amerika ovladı kuşu da yanır biri. O da Hindistan'ın yakınlığında buranın bir tane demek ki savaş gemisi yanır. Ve demek ki burada kalan gemilerin hamısı da burada batırdı, tutardı. Ay demek ne deyirsiniz, vurmuşuq böyük gemini, ay Lincoln'u yandırır. Boş sözlerdi. Üstünüzden keçir, traktör kimi keçirlər üstündən. Şumlayırlar. Ona göre Cənab Prezidentin Azərbaycanın dövlət başçısıdır. Bu dövlət bizim dövlət. Bu dövlət bizim dövlət. Ona göre de biz bu heç kəs Azərbaycanda vaz keçməz. Ona göre de əlbəttə Qarabağ azad olubdur. Bizim dövlət millətimiz qalib gəlibdir. Ordumuz qalib gəlibdir və bu günlər biz güvənirik hamımızda. Türk olaraq, Azərbaycan olaraq, Güneyli, Kuzeyli olaraq, özellikle Güneydə. Bayram oldu 44 günlük savaştan sonra. Ve bayrağımız dalgalandı ve dalgalanır da. Tehran bunu bilir. İndi xanım kimsələr nə desə öncə danışdı referdə. Deyirlər ki, xaricdəkilər nə ayrılır? Necə? Xaricdəkilər daxildəkini ayırırsın. 7 milyon İran adlanan yerdə bu rejimin əməllərinin cüvatı ilə qaçan var, mültəci var, canını götürüb qaçıb və çantasını bağlamayıb, canını götürüb qaçıbdır. Və hər yana getmişik biz Azərbaycanlılara. Bunun 3 milyon yarımı Azərbaycanlıdır, Türkdür, düzdür. Bunların demək ki 99% bəlkə siyasətdə iştirak etmirlər, yoxdurlar. Azərbaycanlıdırlar. Həsrət çəkir bir vətəndaş kimi sabahları Azərbaycanda, külli Azərbaycanda bunlar bir hizmət göstərsinlər. Heç vaxt vətən istəyin, millətin demək ki, millətin istəyi istəyir, bunlar da ölmür. Mən görmüşəm. Avustraliyada, Yaponiyada, New Zealand'da, Amerikada, Kanadada görmüşəm. Hamısında Azərbaycancılıq həsrəti var. Türk deyir mənə, Türklük həsrəti var. Deyir, gələn vətəndə bir çıqqılış görən. Amerikada göydələnlər sahibidirlər. Mən bunları görmüşəm. Çoxsunu da. Amma bizdə bekar qalmamışıq. Amerika Kongresində, Avrupanın bütün parlamanlarında, Avustraliyada yaxşı bilirlər. Biz Güneyliyiz və burada çoxunluğu təşkil edirik. Başımıza nələr gəlib, nələr gətiriblər. İsrail də bunu bilir. Dünya Azərbaycanlar Kongresində orada da bizim dələgələr orada olublar. Şimon Prezident danışıblar. Şineset də bilir. Amerika Kongresində biz saatlarla danışmışıq. Öyle değil mi? Kuzeyli soydaşlarımız da bizimle bir yerde olurlar. Güney mesela bilirler, kaşar bilirler. Bu günleri külli mətbuat ki, medya açıqların əlindədir, televizyonlar əlindədir, daxil, xaric, qalib, məğlub, hep pleyirlər. Başqa millətlərdən görürlər. Bəluçlardan, Kürddən, Ərəbdən. Azərbaycan adı əslən çəkməzlər. Heç birisi bir dənə dolgusu çəkmirlər. Amma hamısı platformların başlanğıcında deyirlər, təziyyət tələblərlə desə bizi deyil Azərbaycandan. Və Los Angeleslərdə Frankfurt'da, başka yerlerde Azerbaycanlıları hele indi. Hele gelmeden de İstabey'de söylediler. Hele insanlar gibi maşın altında koyurlar, bayrak cırırlar. Ondan gelerik, şeleylerek böyle. Ve bunu koyaq şənara. Cənab Prezidentin dünən çıxışı, tarixi çıxışı, yani gösterdi ki, ədəb ərkan, protokol yerinde biz Azerbaycanlıyıq. Adam kimi keçinərsiniz. Ondan sonra gelin, geldi Əhməd Nəcad da teröristdir. İsrail'den nişanlıyım, axtarır. Hücum vurmadı, sabah vurur. Ama geldi sen qonaq kimin gel, qonaq kimindəki. Dedi ki, verin o cinayətkarı mənə zindandadır, aparın, prezident dedim, olmaz. O gərək qala zindanın çəkər. Elə demək, Civensə gəldi ki, dedi ki, keçən həftə, ver məni cinayətkarlarından, Vardaniyandan, Pardaniyandan aparın da, dedi, olmaz, bu şeylər olmaz. Zindanın çəkəcək, qalsın. Və beləncə elə gələndə, sən Naxçıvana füzəni fırladırsan, sonra deyirsən ki, yox, mən döydüm, deməli əlim idi, əlim döydü, dirsəyim idi, səni dün, ya İsrail gəldi burada, İsrailin 200'lü qutarıb deyir, onunla gələ buradan bura. Siz edin, Türkiyədə fırlatdınız, Azərbaycan nəyə görə? Ona görə ki, bilirsiniz o öncədə, o yandan Kürdləri silahlandırıb, basırsınız Azərbaycanın doğusuna, Batı Azərbaycana, Urumiyə doğru, burada yol açırsınız. İndi İsrail dövləti də, Amerika dövləti də deyir ki, yaxşı istiyor ki, biz bir bölgədən girək, orada demək ki, quru qüvvətlərimizdən Deltanı, başqa o Amerikanın özəl dəstələri var. Onları oradan keçirdə deyir, ya. Amma o Kürdlər də hayaları yoxdur bu Kürd cihazlarında. Ey mənədilər, nə oldu və bizi 20 ildir belə eləmiş, belə savaşda Amerika bu gün, bir gecə içində bizi sildi, bizi satdı Cöylaniyə, Əşşərəm. Çatdı bizi ona. Dedi, oluyor, dövlət siyasəti, o da Amerikadır. Burada da indi bunları soxulmadı Azərbaycana, Batı Azərbaycana silahla
Biz də deyirik ki, bu mən demirəm, bunu külli Azərbaycan deyir. Bugün Urmiya sokaqlarında və 6 ay bundan qabaq Urmiyəlilər göstərdilər, sıxdılar birdən-birə, nə mallı orada dayandı, nə bilim, nə də Kürt cığazlar dayanabildi, hamısı qoydular, qaçdılar. O inqilabda, İran adlanan inqilabdan da sonra hücuma keçdilər, kazarmaları boşaltdılar, silahları götürdülər, Azərbaycana doğru marş elədi. Onda hələ Qasımlı diri idi, ay gedirik da Urmiyəni, Azərbaycanda boş əli ilə bunların qarşısına çıxdılar. Və bu günləri istəyirlər Azərbaycana mesaj götürürlər. Türkiyə dövlətinə də mesaj götürürlər. Bax, burada bir proje var, aman ya siz qıbıldamayasınız. Bu ne həm rejim, bunlar lazımdır, həm Paris'ten gələn, yox belə deyil. Siz bu oturan oynuyorsunuz, Türk dünyasına savaş elan edirsiniz. Yani demek yuxuya vermişik. Aynı hansı kuş kondurmazdan zattan prezident. O adı nedir? Trump. Trump kulaq vurma atıp değil. Ay yılımlı qanat. Trump zirəyət değil. Trump oyunu qəşər değil. Kulaq vurma atıp kiminlə Xatəmidən, yanmışlardan, yılımlı qanatdan. Elə değil. Trump'ın əsas körünü budur şeyi. Ona bir dənə demək ki, götürə-gətirə o İrağa birini atmışdılar ki, onu kimin götürə-gətirə bilir, ya sonra hələ işin əvvəlidir. O nədir, Amerikanın savaş naziri də düz danışır. Hələ işin bismillahı, elə Trump da dedi. Hələ dedi, dayan, nə mənim ölsələm tutarım. Nə şey ilan demək ki, 3 gündə qutaracaq. Hayır, bu iş başlanıbdır. Bunu demək ki, Netanyahu da deyir. Özü də günahkarı kimdir? Ay günləri bu adı nədir, bu Pezeşyan deyir ki, gəlin bunların qarşısını alın, sən çağırıbsan, siz deyirsiniz, və indi deyirsən ki, Xameneyini yolun davam edəcək, və deşikdən çıxa bilmirsən, heç biriz deşikdən çıxa bilmirsiniz, Afganistan'a qaçırsınız, özü də toxtaq görsədirsiniz və bir-birinizə didirsiniz, Laricanilər deyir ki, bizim böyük qardaşımız olacaq, siz deyirsiniz, başqa adamlara öndər qoyacaq, o birisi İnqilab Qvardiyası deyir ki, Seyid Müştaba, Tulaytdən də bundan. Gətirəcək. Nəyə gətirəcəksiniz? Bitdi. Şiyyətçilik əsasında Fars dövlətçiliyin irtizaya bulanmış. Demək ki, özəlliklə 100 il və 47 il içində bu İran adlanan yerdən bu millətlərə qan utturub. Hətta Farsın özünə də, o bədbaxtların özünə də qan utturub, demokrasi istəyən. Amma kuş kimin bunlara bu yaşını örgədiblər, ay İran, ay İran. Yugoslaviya deyənlərin axırı nə oldu? Orada da qulaqladılar, apardılar, o adam edilər, lahədə canın aldılar, dedi, qaçı ki. Rusiyadan. Ne oldu böyle Rusya? İçinden 15 Resulü'nün ardıda gələcək. Putin çox havalanmış. Yani sızım ama bilir. Bu günləri Ukrayna Amerikanın xahişi ilə donor satır Avrupaya və Amerikaya ki orada istifadə eləsin. Bu Zelenskiyindir. Bu gün. Amin. Ona göre de bunların erası bitib. Dina qurşanmış, irtizaya qurşanmış, dini istismar eden, məzhəbi istismar eden, ay burada Şiə dövləti, İslam dünyasını parçalır, Ərəb dünyasını vurdum, İslam dünyasını vurdu, özünə vurur, belə eləyir. Mən oranı vurdum ki, elə bildim, elə bilirəm ki, orada sən Amerikanı yaxtarırsan. Burada ki, burada füzələrin var da, Trump da dedi 3500 kilometre gələ bilərsiniz. Get buradadır. İndi əli uzadıbsan, Rumluların tərəfin, Kıbrıs'a vurursan, İngiltərə ki, dünənə kimi deyirdi ki, yox, gəlmirəm və qoymuram Amerika mənim düşərgələrindən istifadə eləyə. Amma bir gecədir ki, indi hər yandan istifadə eləyə bilərsən. 300 min nəfər də bölgədən çıxardacağım, Amerikaya da yardımda bulunacağım, Avrupa Birliyi də hamısı bir gecədə sözün dəyişdi. Hamısı keçdilər, demək ki, Trump'ın dəstəyinə keçdilər. İndi nədir? Özdə Trump da deyir, Amerika da deyir, İsrail'in deyir, hələ bu işin bismillahsıdır, hələ indi başlayacaq o şərab içməyə, hələ başlayacaq şumlamağa, dünənləri və bu günləri. Aynen demək ki, Xorramabadda, ay demək ki, harada adı nədir Şandizdə, ay harada demək ki, Əştəranda filan da dağların altını deşmişik. Əsasən nə deyirsən, Tora-Borada gətirdi Amerika, Ben Laden orada gizlətmişdi. Bir dənə bomba attı, dedi bombaları anasını atdıq. Bombaların anası. Amerika'da çox elində dedilər ki, nə üçün bunu yaptın dedi. Yəni, bunlar sonra da. Orada Afganistan'da prov eləyirdi. O doğuşan kimi Ben Laden qaçdı, harada qaçdı getdi. Amerika oradan götürdü. Oydu harada Pakistan'ın demək ki ordusunun düşərgəsində. Dedi o meydanada qal, vaxtında səni götürərik. Belə də iyisin cinsini itirdi ki, Əbu Bəkir kimin. Yenilədi, koydu ki, dozerə. Attı hara, dedi balıqlar yeni çıxdı getdi. Dedi attım balıqlar yedi, gelin taparsın. Xameneyi də o cürdü. Ona görə də burada demək ki, bir qərara gəliblər ki, bu İran adlanan yerdə
Trump'ın da dili açıq. Axır ki dili açıldı bu Amerikalıların. O gün kongresdə dedi ki, bizdən bunlar minlərcə öldürüblər. Bizi təhqir ediblər. İstər Saudi Ərəbistan'da, Dəhranda, istər Keniyada, istər Livanda, istər İraqda, istər hər yanda minlərcə Amerikalı öldürüblər. Ona görə də buna axır cavab almalıdır. Amerikalılar dəli deyir ki, kongresə hücum aparın. Amerikanın özü də məhkəmələrdə minlərin işi olan gətirə Trump'ı yüzünə. Buna görə gətiriblər. Və yaxud Netanyahu məhkəməli idi deyə məni nəyə məhkəməyə çağırdı? Gələrəm mi? İsrail demokrasisi də Əjdər gələrəm. bəy, qısa bir sualım var. Yəni biz o prosesləri izləyirik. Biz sadəcə Güney Milli Hərəkatının konkret olaraq bax bugün üçün ən yaxın hədəfi nədir? Çox xahiş edirəm reglamentə riayət eləyək. Qısa bir cavab istəyirəm sizdən. Buyurun. O adamlar ki dünənə kimi dünən dedilər ki ay bizim prezidentimiz gəldi. Ay cənab Pezeşkiyan gəldi. Nə prezident? Onu oynadan kimdir? O deyil İnqilab Qvardiyası. Yaxın hədəfi soruşuram. Pezeşkiyandan danışmıram. Deyirəm ki yaxın hədəf Güney Milli Hərəkatı üçün nədir sizcə? Yəni bu olmayan papağınızı əyri qoyaq düz danışaq. Gətirdilər bu hərəkatı arxadan vurdular. İndi deyirlər ki təşkilatlarımız yoxdur. Ondan sonra o diktatı ora qan içən işə bir ay bundan qabaq 40 min adam öldürüb 2 gün içində. Heç kəsə inanmırdı. Deyirlər də nə cür öldürdünüz belə adamı? 40 min adam çoxu da türkdür, Azərbaycanlıdır. Amma hamının səsini yayırlar. Farsdır, hardadır. Azərbaycana gəlin. Bu Ərdəbildə öldürdünüz 300 nəfər. Təbrizdə öldürdünüz 700 nəfər. İllərdir Təbrizdə. Demək ki, hərbi zat qoyursunuz. Əjdər bəy, yaxın hədəfi soruşdum. Yaxın hədəf, valla bunları biz efirdə sizdən dəfələrlə eşitmişik. Lütfən bir qədər konstruktiv danışaq. Özünüzü söyləyək. Mən də sizi gözlədim də gecdə başlasa proqram nədir? Bu ağır durumda demirəm. Amma məsələ budur ki, Azərbaycanın güneyində böyük bir milli hərəkat var. Bu indi atılıblar, elə bu göbələyi hər yandan bitir, yaxçıdır, hamı gələcək. O da narahatlığı yoxdur, qəşəkdir. Amma Azərbaycanda böyük bir milli hərəkat var, istiqlalçı, bağımsız uğruna. Bunun liderləri hamısı zindandadır. Abbas bəy Sani və yüzlərcə evin zindanında, Abdüəlan ölüm ayağındadır hamısının. Ondan sonra Təbrizdə sən bunun başını qırıbsan, necə, hanı lideriz, hanı partiyos, nə partiya? Sovet dağılan qədərə açıq mətbuat var idi, hansı partiya var idi, dissidentlər var idi. Azərbaycanın güneyində milli hərəkat var, millətin içindədir bu. Bu gözlə görünməz demək ki, bu demək ki vardı. Və sabahlar otoritet sınır. Az qalır, belə demək ki, həftə içi, günün içi sınır. Bunların yalandan hayküllü, ağınan dövlət var, elə şey yoxdur. Qırılıb gedir. Və o anda da vətəndaş müharibəsinə doğru gedirsən, bismillah. Burada Azərbaycan tutacaq. Çünki niyə biz yaxşı durumda yox. Dövlətimiz var, Azərbaycan açıqdır. O sınırlar bizə bağlı qalmayacaq. Türkiyə var, sınırlar bizə bağlı qalmayacaq. İstanbul ayaqda olacaq. 44 günlük savaş. Bakı, Sumqayıt, Qazaq, hər yer. Ona görə də bu millət ayaqda olacaq. İlham Əliyev də elə onu görür, ona dayanır. Necə ki dedi, millət deyə bu aldı Qarabağı. Və bu günləri bu bütün millət, Azərbaycanın bütövlük iddiası bu millətin güney ruhundadır. Bu Farsı da görüb, onun 100 illik dövlətçiliyini də görüb, dünyada necə təcrübə olub görüb. Bunlar Azərbaycanın güneyi nə hesab edirlər? Adamlar var 4 dənə universitet bitiribdir və ancaq bu günləri zindanlardadır. Və bu günləri hər şeydən məhrum olub, təcrid olub. Demək ki, təcrid olub və mültəci olub dünyanın o başından başına, dökülüb dünyanın o başından başına. Yox, gələcək, Urumiyəni verəcək Kürdə. Sən başını doğara vuracaqsan, Kürdə verəcəksən. Harada referandum edəcəksən, harada Kürdən soruşdun? Yox, belə deməyin ki, ölünə deyil. Sən mənim toprağımı, millətimi yenidən, harada, o biri də atlanıb çıxır deyir ki, mən də şaham. Deyirsən, sən Dədöyün hesabına gəlirsən, gəl, onu da Dədöyün hesabına baxarıq. 30 min Azərbaycanı. Əjdər bəy, sizə təşəkkür edirik. Növbəti proqramın, efirin proqram vaxtına giririk. Ona görə biz sizə belə söhbətə dönək. Sizə mövqeyiniz üçün təşəkkür edirəm. Ben bir də 30 saniye. Azərbaycanın güneyində millət bağımsızlıq qoydu, istiqlal qoydu. Bu ardıcıl Amerikalılar da bunu gözəl bilirlər. Azərbaycanın bütövlüyü qoydu. Bunun qarşısında kimsə ala bilməyəcək. Demək ki, boşuna zəhmət çəkməsinlər. Ağır gəlib yine bu nüqtəyə çıxacaqlar. Hər kəs də İsa bəy də söylədir. Hər kəsin boynuna düşən milli bir dənə borcu var. Ödə o məsuliyyətini boynuna almalıdır, yerinə yetirməlidir. Mən bunu demək ki, kimsəyə razon kəsmirəm. Bu mənim günahım deyil. Bu zamanın, bu həyatın, biz demək ki, bu havadisdən üzünün qıcağını görürük. Yeni bir dövr başlanır, yeni bir dövr gəlir. Biz də bura, necə ki,
Sovetlərdən sonra bir var olan dövlət kimi girdi bura, dövləti bərpa elədi. Burada da demək ki, bir millət güneydə də, orada burada da bizə almayası İnşallah. girməli ki, də girəcəkdir. Baxırız Azərbaycan, Güney Azərbaycan Türk Cumhuriyyəti. Təşəkkür edirəm, hörmətli Əjdər bəy, minnətdaram sizə. Əziz